dərsimizdə ağrı xəstəlikləri, mübarizə üsulları, yəqin ki, ehtimal mənim özüm planı var, ona uyğun və yaxud da ki, digər sahələrlə bizə ağrısılıqla bağlı bir... Onlar ətraflı gəlib çıxarır. Mütləq. O xəstəliklərə ətraflı çıxarır. Yəni demək istəyirəm ki, bugünkü dərsimizdə bir balaca da o tərəfə toxunaq. Ağrı ailəsinin ayrıdır, həyatıdır. Yəni bu hamımız bilirik ki, bütün büyümlən, məişətdə olan canlılar hamısı vəhşi halda yaşayırdılar. Onu insan tərəfindən əhliləşdirildi. Yəni müəyyən qədər geri dəyişdirildi, müəyyən qədər ona belə deyək, yeməyində, davranışında insan özünə qarşı o heyvanlarda, canlılarda məhəbbət qazandırdı. Bəli. Və o cümlədən də bu balaları, yəni heç bir ilk vaxtdan insan tərəfindən belə deyək, yaradılmıydı. Bu da təbiətin bir canlısı olaraq vəhşi formada, meşədə, dağda yaşayırdı. Ailəsi deyərkən biz diri bir qutunu nəzərdə tuturuq. Həmin qutunun içində yəni gül və gül formada olur, 27 santimli, 31 santimli. Sən günündə ağrılara nəzarət edirsən. Ağrını açıb baxanda görürsən ki, 3 ranqa deyildi, indi oldu 5 ranqada. Deməli, ağrının toxumdan çıxır, o toxumdan çıxanın ikisi qədər ana toxum qoyur, o çıxanın ikisi qədər ana toxum qoyur. Yəni, büyüklə gördüğün ağrı sabahlar açsan, görürsən bir ranqa genişləyərdir, bir ranqa genişləyərdir. Və burada onu da qeyd edeyim ki, bir ranqa toxumlu ranqa, 2 ranqa ağrı deməkdir. Toxumlu hər iki üzü olan ranqa ağrı, ranqası, 2 doğulu ranqa ağrı deməkdir. Yəni o qədər olur çıxır. Gəldik çatdıq aprel ayına. Aprel ayında da ağrının çox olmasına görə biz verənmar fondu, çatdıranmar fondu yəni. Ona görə də başlayırıq şirə qalibana, buna şirə deyirlər. Bir şirədir, bir də məhddir. Deməli, şirəni qayrırlar, əvvəl belə bir söhbət oldu, yəni 2-cü oteldə ağrı seminarı keçiriləndi. Orada bir yoldaş dedi ki, mən suyu qoyuram, içinə pesolu da tökürəm, qaynadıram, sonra qoyuram soyur. O oldu başqa şey, o oldu şərbət. Sən onu qaynatdın, şərbət oldu. Şərbət olanda pesolun orada tərkibi tam ayrılır, ağrının bağırsağında keçirməməzlik yaradır. Ona görə də qaynatmaq lazımdır. Suyu qaynatdın, deyək ki, hətta 90 dərəcə, bəs eləyir. Pesolun içine tökdün, qarışdırdın. Ən gözəl üsul, yəni bir məhsulun verilməsidir. 1 kilo pesol, 1 kilo su. Suyu qaynatdın, deyək ki 5 litre. Ona 5 litrede 5 kilo. Əlavə edin pesolu. Qarışdırırsan, tərkdən təl olur. Yaz başını ilk təbii ağrılara, deyək ki, dərma preparatlara verilməsi. Deməli, sən bunu yadında saxlamalısın ki, ağrı soğuqluya bilər. Mən bu korpusu qoydumsa da, bunun üstü ramkası hamısına yığmayayım. Bunu yarı verir. Yarın necə? Yeşil altda. İçi də doğru ağrı. Yeşilin bir tərəfindən deyək ki, bu yeşilin ağzında olan təriz. Bunun altında ramkalar ağzına kimi doğrudur. Toxumla. Sən bunun üstüne korpus qoyursan, qoymalısan. Bu mütləqa vacibdir. Qoymaya bilməzsən. Amma sən bunu tərisi götürüb, üstüne korpusu qoyur, bunun üstüne tərisi qoysan, içəridə hava boşluğu çox qalır. Toxumun orada soğuqlaması baş verir. Nə qalırsa? Tərisi sağdan 4 ramkalıq qat deyirsən. Qatda bitir. 4 ramkalıq qat deyirsən, burada 4 tane ramka açıqda qalır. Korpusu qoyduğun üstüne, hemen o 4 ramka üstüne 4 tane ramka qoysan və bu ramka tutanacağına yeniden ara kəsməyə qoysan. Ara kəsmə nədir? Yəni adici ramkanın üzü bağlı. Bax belə bir diyaktik.
Bir. Dik üstüne mesela ben izolyasiya üçün vurulmuşam, o diklerin üstüne vurulmuşam, birisi vurulmuşam, birisi maçal olanlarda. Adam var ki hiç onu eləmir, bu adı penoplastırlar yoktur, hemen o rampa boyunca kesildi ondan. Ama o biraz boğursan ağrı onu didir. Didir tökür, yani sonra yeşil üstüne düşür, hemen şeyde. Ama ben dedim fargazolla eləyəndə, fargazolun skopla vurursan, beşək boğursan bir yüz maçalda bir yüz. İstiliği yani köle verir. Havalar da biraz isindi, aprel ayı 15'ine çatdım. Görürsən ki, çöldə şərait qəşəkdir. Qəşəkdir, yaxşıdır. Mesela kırıp saxladın şirəni, olmaz. Olmaz. O verdiğim şirəni bu sərf elədi öz qidasına, balasır qidasına. Aprel ayı 10'undan, 15'indən sonra olmaz. Aprel ayı 10'undan sonra gələn qida nektar. Daha bunun özünə məsələ yeşil doldurursan, tutarmısan. Mesela köldə nektar gəlişi gəlir. İndi sən ağrını başlayırsan mütəmadi izləməğa. Mütəmadi izləməğa ki, görək hara gedir, nə gətirir, içəride vəziyyəti nətərdir, toxum tövməsi nətərdir. Yəni ağrı düz may ayının axırına kimi nəzarətdən çıxarılır. May ayından sonradan ağrını bıraxırsan. Bırakırsan. May ayının artıq 15'indən bıraksan, may ayının 7-8'i Yasəmən açır. Yəni gülbə-gül yerlərdə müxtəlif vaxtlarda açır. Məsələn ki, isti yerlərdə 7'si 8'indən açır. Bizdə doğu tərəfdə 15'i 16'sından açır. Şiş tərəfdə Marxaldan 20'sindən sonra açır. Yəni bu formada ağrı buna görə daşına gedir ki, mühitlə, istiliklə əlaqədar ağrını aparırlar o istiyə. Deyək ki, Babaratmadan işə qədər 22-23 kilometrdir. 3 yerdə dayacaq eləyə bilirsən. Qaradağlı Babaratmadan gətirəcək Qoxmu körpüsünün yanında saxlanılır. Qoxmu körpüsünün yanında saxlanılan ağrı həm şəhər fizoparkını işləyir, həm oradan çayın o bir qırağına Qoxmu'nun başını işləyir, həm də belə Əhmədar da diye işləyir. Yəni oraya deyilir. Sonra bir həftədən, 5 gündən sonra ağrını oradan götürüb, apar ki, qoysan soğuqlağın yanına. Soğuqlağın yanında ağrı təzədən Əhmədharda deyə gələ bilir, sonra soğuqlaqdan Marxala da deyə bilir. İyul ayında ağrıların məhsuluna baxış keçirir. Ki, görək ne gəlir. Ağrıları nəzarətdə saxlamaq üçün ümumiyyətlə, yəni hamı edir, o kim yəni rahat yeri varsa, lapetdə qoyanlar var, evdə olanlar, yaxşı çətlərdə ev olanlar var. Onlar qapan tərəzi qoyulur. Yəni tərəzi qoyulur ağrı yeşilinin altına. Bu ümumiyyətlə sezon başlayanlar, deyək ki, mart ayından ağrı 5 ramqada olanda altına qoyulur. Ağrı gəlir, may ayına çatanda olur təqribən deyək ki 35 kilo olur, 40 kilo olur. Və may ayından sonra da ağrı bilirsən ki, köldən hər gün axşamüstü baxırsan, yəni axşam saat 7'dən 8'dən sonraların nektar axınında dayanır, ağrı da köldə müddət var. Hamısı gəlir içəriyə. Gəlsən ağrıya baxsa görürsən ki, məsələn ki, 3 kilo gəlir var. Peşin, nolladım, çıxdım getdi. Sabah yenə axşamüstü gəlməyə baxsın, gözə yenə 3 kilo gəlir var. Və bu minvallar gəlir ta dayanana kimi. Hər gün nəzarətdə saxlayırsan, gəlir dayanana kimi. Baxıb görürsən ki, tərəzi damolda durur, istirəkdən aşağı getmir, nə yuxarı getmir. Bu 3 gün davam edir, 2-3 gün davam edir ki, neytral vəziyyətdə. Amma hər gün gəlir var ha. Həmən gələn gəliri ağrı öz sərfiyyatını edir. İçəridə erkək ağrılar var, içəridə təzə çıxan ağrılar var. Yəni, aman da depolayayım, sən üçün, sən üçün yox, öz üçün. Qışa balı hazırlamır, dalına çatdıramır. Ancaq gətirdiyini sərfiyyatına deyir. 1, 2, 3, 4-cü gün gəl, baxıb, görürsən ki, ağrıdan 200 qram getdi. Bu gün başlayırsan, siyakana dal eləməyə. Həmən epizodu da 3-4 gün eləyirsən.
düşür, oyunlarımız bağlayırdı. Bir il baxırdın, zorla o 22 kilo, 21 kilo gəlirdi. Deyək ki, inəyimiz cür inəklər idi, bağlayırdı. Bir il yedilmədən qalmırdı, 110-120 kilo ət verirdi. Amma hal-hazırda simental heyvan bir il baxırsan 300 kilo ət verir. Gəldə dedim, mən gələm ona bir günləri sizləyən vaxtı Qafqaz ağrıları idi. Azərbaycanda ancaq Qafqaz ağrıları idi. Qafqaz ağrıları soğuğa davamlı olduğuna görə bilmir. Həm də belə deyək ki, çıxış yox idi də xaricə. Belə inkişaf olmamışdı. Ancaq özümüzün Qafqaz ağrısı idi. Və o Qafqaz ağrısının deyək ki, yəni F1 deyilən analar var. Ne deyək ki, saf anadan birinci nəsil. Amma o dövrdə 10-cu nəsil ağrı var idi. Daha bilinmirdi ki, bu ana yanaş görəsə neçənci nəslindir. O da getdikcə mərəzləşmə deyilir ona. Mərəzləşir ana. Nəsil öz funksiyasını itirir, toxum qoymasıdır. Yəni ağrını o vaxtda açırdı, avqust ayında da deyək. 2 kilo, bir dənə, 3 dənə, bir kərdən çıxardırdı. Amma indi yeni nəsil, yeni növ ana ağrıların xaricdən bizə inteqrasiyası gəlir, bizi o dərəcəyə çatdırdı ki, biz bu günlərin balı 2 dəfə danjana düşər ki, 3 dəfə süzməyə bizə şərait yaradır. Toxum qoyulur, hər birinə toxum qoyulur. Yəni bir günlük toxum qoyulur onun içinə. O da orada mən varımdır, gələn göstərə bilmir, fırlasa göstərə bilmir. 3 gündən sonra, bunu 3 gündən sonra qıraqda ana götürdüyüm hər hansı bir yeşiyə ramkanın üstünə düzür, verirsən, oradan həm ana sütü götürə bilirsən, həm də ana yetişdirə bilirsən. Amma ana ağrının rəhləməsidir bu, rəhlənməsi, ananın rəhlənməsi. Ana rəhli. Yəni bilmək üçün, ananın başında, bax bu hissəsində yumru belə yer olur da, boynunun dalında. Həmin yerə ilə uyğun olaraq rəhlər var. 5 rəhlər istifadə olunur. Qırmızı, yaşıl, göy, ağ, qara. Yox, qara yox. Bir dənə, onda 4 dənədir. Onda 4 dənədir. Qırmızıdır, yaşıldır, göydür, sarıdır, ağdır. 5 dənə, sağ ol deyirəm də, sarıdır, ağdır. Bu ilinki ağdır. Keçən ilinki yaşıl idi. Bu ilinki ağdır. Yəni ondan ötürüdür ki, ramkanın üstündə 2 dinar olur. Yalnız anar və bir də olar. Suyunu maylanmaya yəqin bağımsız da. Onlardan mən bilə hələ yoxdur. Var. Mən girdim, baxdım orada. Siz gördünüz bizə nə olar? Bu belə bir şeylərdir, toxumluq oradan ehtiyatla alır, üstüyə qoyurlar. Bəlkə olur? Baxın, ana yuvası budur. Ana yuvası budur. Bax, bunlar da ananın içərdən çıxmasına köməklik edir. Çırpmağa bir gün qalmış, onun ağzı belə halqa kimi elə bir sizi qapaq verir, hiç olur. Qaralır da. Bir süt qaranlıqda Onlar özləri bilir, qaralır. Bax, bu dəliklərdə olan işçi ağrı yuvalardır. Balaca, gördünüz? Amma bu ana ağrıdır. Ana ağrının çıxma müddəti 16 gündür. Amma işçi ağrının çıxma müddəti 21 gün. O balaca dəlikdən 21 gündən çıxır. Amma nə olur? yuva təlidən bir də toxum qoyulur. Amma bu yuva dağılır. Bu yuvanı ağrı tərk edir, dağılır, təmir. Bu yuva daha qalmır. Buradan ana çıxır, həmən anını bunlar qəbul edənlərdir. Bax, xoş gəldin deyirlər. bəs o birisilər, dördləşlər. Bunlar da anadılar. Amma burada bir dənə görününə bir dənə şərt var. Bu ana çıxdı, sağlam ana oldu. Bu ana çıxan kimi bu ağrılar, işçi ağrılar, onu qəbul elədi ana kimi. Qəbul elədi, ana ağrı özünü qəbul olunmağa tam bilənmən sonra qayıdır, gəlir birbaşa yuvalara dağıtmağa. İkinci ana dağıtmağa qoydur. Mənəm burada. Ona görə buna Türkdə kraliçə deyirlər. Əgər mayalanıb gəlməyirsə,
Sen de bu ağrıya yaz başında şile verirsən. Ben sana deyirəm, məsəl ki, əsəb. Şile verirsən ki, ay aman ağrı, yox. Şiləni verdiysə anağı öldürürlər. Ana hələ mayalanmıydı, toxum qoya bilmir. Sən şile verirsən, ağrı anıya deyir ki, toxum qoy. O da toxum qoyanmır ağrı. Ana təzədən öldürürlər. Ona görə gözləmək lazımdır ki, ana geçsin toxuma. Toxumdan gəlsin, gəlsin. Deyək ki, mart ayında, aprel ayında ayırdığın ağrı var. Həmən ağrıya, deyək, ana məməsi verilmişsə. Ana çıxdı orada. Ha, ana çıxdı, buna yem verir, vermək olmaz. Yem verirsən, işçi ağrılar, ana ağrı, məcbur edeyim, toxum töyüb, ana ağrı, məcbur. Bacarmırsa ağrı bir küçüksən qaraya yaşayırsan, öldürür. Varsa yenə ucu qaralar, onları kəs götür, başqasına vermək üçün. Amma bunlar keyfiyyətli olmaya bilər. Yani ağrı özünün enzeysi küçük, düzü, boşur, yaradır. Homogenət deyir ona bilənləri. Bu homogenətdir, bax, vurduğun silkələdir, bunu sıxdı, götürdü. Bu müminlərdir, darmanıdır. Yok, yiyənlər var. Yok, tüzbəzə dadır, sözüm yok. Yok. Baba, bu çok üstü qalığı götür, o ne kimi istifadə olunur? Yani homogenət ümumiyyətlə belə gedir. Kişi orqanizmi üçün daxilidir. Hormonları artırır, Kosmetolojiya ağrı üstündən istifadə olunur. Bak görsən, ramka da balatı. Yok, ramka da balatı. Bak görsən, ramka da balatı. Rahat. Özü də indi o soğukda qoydu, amma yaxşısı var da, bunların hamısını düzəldirdi. Deməli, bu həmən o balacı yeşiklərə 3 dənə gedir. 3 dənə. Bunun içini, o həmən o balacı yeşiklər arılandırmaq lazım olur. Arılandırmaq olur, çox rahatdır. Təzə, deyək ki, hansısa bir arı yeşiyilə arını silkəliysən vedriyə, ya meşığa, ona o pulverizator var, su vurur. Sağ ol, həmən suyla o arı hamısını istadısan, arıların iyi birbirine karışır. Daha birbirini ne kırmıyor, ne öldürmüyor. Ama su içinde olur, yay vaxtında, ancak istemede. Sonra bu yeşikler hamısının içine bir alcerden arı töksə. Bir alcerden arı o ramkaları toxumağa gücü çatır. Ama yeşiyi ne böyle ağırlandırarsan ki o ramkalı toxusun. Sonra onların silkəliyəndən sonraları bak ana məməsi qoyur ora, qoyur yönaq. Qoyur içərdə də ana. Bak gördün toxuydu, üretmə. Bak gördün toxuyub, uzadım, özü də yumurta da qoyub ağzına da bağlıydı. Bu ucuz satışı deyən anadır. Üret mənim deyildi ki, ana satana, ana ver. Gözünün qabağında bu yeşiyi çıxardı, göstərir, deyir, gördün nə tər toxumdur, deyir, ha, götürür, ananı qutuya qoyur, sana verir, sonra həmən qutunun içinə yenidən bir dənə mənə qoyur. O ağrı təzədən onun içindən çıxır, gelir toxuma, qadir çıxır, gəlir, təzə ana olur. Yeşikdən, yəni mütəmada il boyu istifadə olur. Beçə vermə. Beçə vermə nədir? Beçə vermə, təbii yolla ağrının çox olması deməkdir. Ona beçə deyilir. Türklər oğul vermə deyilir. Yəni oğul alırlar. Bizdə buna beçə deyilir yəni. Beçə vermə o vaxt baş verir ki, ağrı ailəsi həm sıxıntı və sıxlıq məcburiyyətində qalıb genişlik arzusu ilə içərdə olan ana özünə lazımı qaydada ağrıları toplayıb çıxır və yaxud da ki, həmən ağrının insti şeyində var, genində var, beçə vermə. Yəni bu çox labid məsələdir. Ağrının əgər instinkt, beçə vermə qabiliyyəti varsa, onun balası da o formada gelir. Onun balası da o formada gelir. Onlar beçə verirlər. Hay yığışdırırsan, hay tutursan, hay dağıdırsan, hay yuvalara aktarırsan, mümkündür. O beçə verir. Mümkündür.
Ben de ret üsullarla, hardasa çox qabiliyyətli arıçılar tərəfindən o təxirə salınabilir. Və yaxud da ki, lap sadə üsulu, sən bilirsən ki, mənim bu yeşiyim, yəni hırsızdır, beçin tezgahdır. Ona görə də, gəlir mənim gəz başı çatır, görürsən ki, bu donuddur, bu getməlidir, içindədir. Sən o arını 4 ildə parçalayırsan, nasıl salır? Beçədən də canını tutarır. 20 gündən sonra da bu gecək də hələ hara gecək gələcək, o da eləsə orada tez gəlir, sonra 11-12 günə bala qoymaya başlayır. Robda bir ayım getdi. Ana arı yuvasını qənədiyə görüşəsirəm ki, ana arı yumurta qoyuyor onda. Bak qaradan görmüşəm, ana ola, onu deyib apelanda yox ha, İran'da. Ki ana toxum qoyur, bak əlavə ərə yuvası qoyurlar. Məsələn, bunun beçənin balacağı böyüklüyünün fərqi var mı yoxsa? Əlbəttə var. Məsələn, mən bu yaxında bir ağaçda gördüm, bu əl boydaydı belə. 10 gün, 3-cü, 4-cü etap çıxandı. Arıçılara dedi, bu şəkilini atdım, illa ki, o yaxşı beçə deyil, təxminən belə deyil. Bilsən necədir, bacaoğlu? Bax, arı beşiyə çıxmaq üçün əvvəlcədən öz içində analıq yetiştirirlər. Ana yuvaları yetiştirirlər. 5 dənə, 6 dənə, 8 dənə, 10 dənə, yəni belə. Onlar qoyulmuş yumurtanın müddətindən fərqli olaraq, məsəl üçün, bir günlük toxumdan da qoyan var, 5 günlükdən də var, 3 günlükdən də var, onların içində. Və bu yeşik hazırlaşıbdır ki, 5'liyə çıxsın. O 5'liyə çıxanda təqribən onun 3'də birini, 10 bin arıyla çıxdı. 10 bin arıyla 5'liyə çıxdı. Həmən beçə birinci çıxan, qəşək qoyulan, ana yuvasından çıxan ana ilə çıxdı. Orada qaldı, köhnə ana çıxdı da, belə deyək. İndi ikinciyə bax. Bu yuvalardan ikinci də çıxır. O çıxır, bir-biri dalınca bir gün, 2 gün müddətində o da çıxır bir partiya anayı yığışdırır, arını çıxır. Bundan 3 saat sonra o bir yuvadan o bir çıxan ana yine yığışdırır çıxır və bu ünvandan 5 dənə, 4 dənə, 6 dənə bir yeşdən arı çıxır. Və həmən çıxan analar birincisi mayasız olur. Sən o arıçılar nə dedi ki? O mayasız anadır. Həmən anadan sən ana ola bilmir. Elgənmirsən. Arı özü də çox azdır. Onu sən bir dənə məsəl ki, onu ana yetişdirənlər o arıdan istifadə edirlər. Bir bu boyda arı tutulur, o balaca ana yetişdirmə geçtiğinde doldurur, içine de bir daha ana memesi koyulur, ağzına örtüp koyulur. Ağrı yaşama müddeti 35-45 gün. O çıkan ağrılar içinde var 45 günde yaşayan, içinde var 25 günde yaşayan, içinde var 10 günde yaşayan. Bakla götürülür ama həll olunması falan değildim ha. Çətindir, suyun içinde de... Deyirəm, bax, iğdə var. Nəsə var. Yani bunda tam başka bir tam var. Ama onun iğdəmdə görünümünə görə tam var. Siz artık gözün profesyonalsınız. Kapını O dedim. onunla məbalımı təmi gəlir. Belə gəlir o, təmiz olur. Məsələn ki, keçənlə bu balın diastazası bizim Şəki balı diastazasından 3 dəfə aşağı olmuşdu. Laçın balı. Laçın balı, Kəlbəcər balı bizim baldan diastazası 3% aşağı olmuşdu. Bunlar kölə çıxartmadılar orada. Doğrudan almışsınız. Bunu çox alınıram, bunu mövlətdirməliyim. Yəni yuxarıdan. Yaponlarla zaten o deyir bizə seminar zat keçirdilər, qəşəng tədbirlər zatlar. Bu tədbirlərdə mən iştirak etməmişəm, amma izləmişəm sadəcə olaraq. O qədər nə o şey. İnanıram. Bizdə biz çalışırıq ki, elə bir yoldaşlarını dəvət edək ki, onlar öz fikirlərini, biliklərini bizlə paylaşsınlar, bölüşsünlər. Hər bir təlimdə inanın ki, burada iştirak edənlərin hamısı çoxsu bizim təlimlərimizdə bəhrəndən faydalanan yoldaşlardır. Hamısında da, hərəsində də bir şey öyrəndilər. Məhəbbət xanımın özü də arıçıdır. Başlayılan bir 3 il bundan qabaq bizim tədbirlərdə iştirak edir. Orada sahibkarlıqla bağlı, yəni biznes planları yazdılar, hazırladılar və arıçılığı inkişaf etdirdilər. Və istəyirəm ki, bir günləri bizim fəaliyyətimiz 2 günlük təlimlərimiz yurtuna çatır. 15'inde, 16'sında bu ayın inşallah ki yine görüşeceğiz. İnşallah ki Etibar müəllim yine de o bize o lazım olan biliklərindən çatdıracaq. Sahələrdə elmi, iktisadi, ekolojiya, hər bir sahədə
Biz sizə dəstək ola bilərik. Bizim təşkilatın adından sizin markazı biz əmənnasız belə həyata keçirə bilərik. Heç bir narahatçılıq yox. Çox azadlığım belə. Yenə deyirəm. Xeyirli olsun, uğurlu olsun, hər bir olsa. Təlimlərimiz davam edir, layihəmiz davam edir. İnşallah sonda da sertifikatları, hamımızın sertifikatları bizdən hədiyyə. 15-i 16-sı da. 15-i 16-sı. Yenə saat 10. İnşallah.